Araz Bey, təbiətən burada bizlə kütlərin arasında müəyyən fərqlər var. Biz cəmiyyət potansiyelimiz, zərfiyyətimiz çox yüksəkdir İranda. Amma maalesef geçmişdə daha çox enerjimizi vermişik elə İran dövlətinə, mücahidə, solçuya, fədaiyə, tudəyə falan. Onun da səbəbləri var, istəmirəm tarixi məsələlərə keçəm. Ancaq son 20-30 ildədir ki, başlamışıq milli məsələ ilə maraqlanırıq, milli məsələ ilə ilgilenirik. Bu bir dənə amildir ki, bizim hərəkətimiz nisbətən daha gəncdir onlara görə. Bir də budur ki, bayaq dedik, dünyada hardasa hamıların arxasında Amerika, İsrail, Avropa, Alman, Fransa, Rus, hətta Tehran, İran dövləti, şubiyələr və pan-İranistlər, İran şəhərlilər hamıların arxasında. Amma düzünə baxsaq, Azərbaycan milli hərəkətinə bu dəqiqə yəni çox da belə ciddi bir dəstək verən olmayıb ki, heç daha çox ayağından çəkən olub da dəstək verən. Bu müəyyən problemlər var. Baxın, məsələn, bugün Əraqda və Suriyədə Amerika var gücün vurur ki, oradakı Barzanini, Talibanını, PKK-nı, PYD-ni barıştırsın və hamısını bir yerə gətirsin. Amerika niyə bunu edir? Çünki orada bir marağı vardı, orada bir mənafəsi var indi özünün və ya hala deyək İsrailin əmniyyəti açısından. Amma bizim üçün bu işləri görən yoxdur, hələ ki olmayıb, biz görməmişik. Ciddi mənada. Amma bundan belə bizim millət olaraq çox böyük bir potansiyelimiz var, çox böyük bir zərfiyyətimiz var, çox böyük bir enerjimiz var və tariximizdə də göstərmişik ki, təşkilatçılıq və yöneticilik bizim genlərimizdə var, bizim mədəniyyətimizdə var, bizim kültürümüzdə var, təşkilatçılıq və yöneticilik. Bu bizim çox böyük avantajımızdır. Baxın, bugün Azərbaycan milli hərəkəti yurt içində məncə çox böyük mənada yayılıbdır. Əlbəttə, şərqi, qərbi, Ərdəbil və Zəncən ustanlarında ehtiyac var ki, Qəzvin, Həmədan, Kərəz, Tehran və daha Qum oralarda da milli hərəkətin söyləminin, qoftumanının məncə yayılması lazım. Bu çox kritikdir. Bu ayrıca bir söhbət konusudur. Başqa zaman fürsət olar danışarıq məsələni. Milli hərəkət içəridə müəyyən bir zərfiyyətə sahibdir ki, dünən elə Urmiyədə bunun bir şəmməsini gördük. Xaricdə müəyyən bir zərfiyyətə sahibdir. Təşkilatlarımız daxilli və xaricdir. Mən təşkilatları daxil, xarici heç vaxt ayırmıram. Təşkilatlarımızın ilə demək olar hamısının içəridə müəyyən qədər irtibatları və şeyləri var, bağlantıları və uzantıları var. Eləcə də elə indiki İran dövlətinin içində olan Azərbaycanlı və türklər. Elə Şura şəhərindən tutmuş tutanlarısından, fərmandarısından, idaratından, ərtəşindən, sipahından, bəsidisindən bunlar da bizim millətimizin bir parçasıdırlar. Baxın, əski Sovyetlərə baxaq, əski Yugoslaviyaya baxaq. Nə oldu? Elə həmən o hizbi Sovyetlərin kadrları gəldilər. Bir çox məsələni həll elədilər. Mesela Heydər Əliyev kim idi? Heydər Əliyev Politburonun ikinci nəfəri idi. Amma gəldi Azərbaycan dövlətini bəlli bir mərhələdə ələ aldı və yığdı, yığışdırdı və təsbit elədi. Yaxçı və sair cumhuriyyətlər. Onlar da bizim millətimizin bir parçasıdırlar. Elə bugün ərtəşi olan, sipahı olan hamısı xain, satqın deyil ki, bəli var, dişlərini quruyuşu kimin adamlar var. Həsəninin yerine oturup Kürtlərdən daha çox Kürtçüdür, teröristlərdən daha çox terörist dəstəkləyəndir. Qureyşi kimin adamlar da var. Amma həqiqətən biləxərə vətəni ilə və milləti ilə ürəyi çırpınan çox insan var sistemin içində. Biz bunu bilirik. Elə ərtəşində, sipahında, polisində, bəsicində, idaratında və hətta belə deyim, əslən AİPZŞiyanın özünü biz bir dənə fərdi olaraq görməməliyik. AİPZŞiyan bizim millətimizin milli məfkurəsinin bir dənə ürünüdür. Bakın ben size bir şey diyeyim. Pezeşkiyan'ın videosu var. Reis Cumhur olmadan önce federalizmi dəstəkləyir. Deyir, federalizm Həzrəti Əlinin hükümət şivəsidir. Normal şərtlərdə İran dövlətində Pezeşkiyan kimi bir adam qoyardılar prezident olan. İmkanı yoxdur. Amma bizim millətimizin baskısı və
qeyri-fars millətlərin baskısıydı ki, bunları məcbur elədilər biləxərə bir növ qəziyyəni kontrol altına almaq üçün Pezeşkiyanı qoysunlar ki, gəlsin prezident olsun, cumhurbaşqanı olsun. Pezeşkiyan və Pezeşkiyanlar bizim çox sayda belə kadrlarımız var elə Cumhur İslamın içində. Mən millətimizin dərayətinə, bəsirətinə, dərinliyinə, genetiyində, kültüründə, mədəniyyətində var olan o dövlətçilik, təşkilatçılıq, yöneticilik kodlarına həqiqətən dərindən inanıram və düşünürəm ki, zamanı gələndə bunlar hamısı koordinəli hərəkət eləyəcəklər, həmahəng hərəkət eləyəcəklər və lazım olan işi görəcəklər ki, necə deyirlər, badirəni ən ucuz bədəlindən və həzinə ilə atlataq. Çünki artıq bizim millətimizdə həqiqətən o bilinç ortaya çıxıbdır. Amma təbiətən bu arada milli hərəkət təşkilatlarına ayrıca bir görev düşür. Təbii ki, elə o dediyim o cərəyan ki, indi hakimiyyətin qanunlarının içərisində hərəkət eləyir, onun da öz vəzifəsi var. O vəzifəsini özü bilər, özü bilməlidir. İndidən hangi hazırlıqlar eləməlidir, onlar bilməlidirlər. Gənə bir misal vurum. 1980'lerde ki, hələ 70'lerde, 80'lerde ki, hələ Sovyet dağılmamışdı. Heydər Əliyev başlamışdı Qarabağda, Şuşada Azərbaycan cəmiyyətinin çoxalmasına və güclənməsinə yönəlik proje icra eləməyə. Xankəndini çox böyütmüşlər ermənilər. Şuşa onun yanında xırda qalmışdı, zəif qalmışdı və nüfus Azərbaycanlıların əleyhində çox dəyişmişdi. Daha Sovyetlər dağılmadan 20 il öncədən Heydər Əliyev başlamışdı Qarabağda Azərbaycan nüfusunu artdırmağa və Şuşanı, Xankəndini qabağında gücləndirməyə. Və indi bizim gördüyümüz Xarı Bülbül Musiqi Festivalı o zaman Heydər Əliyev tərəfindən başlatılıb. Molla Pənah Vaqifin məzarını o zaman gətirdilər, təmir elədilər və restore elədilər falan. Bu cür işlər. Yəni sistemin içində olan vətən millət sevgisi olan insanlar da nə iş görməklərini bilməlidirlər indidən. Necə ki millətimiz və digər əncümənlər, STK-lar, o hesab nə mənə deyirlər İranda, müəssisatı qeyri-mərdumi, bunlar hamısı öz işlərini bilməlidirlər. Amma eyni zamanda böyük bir görev düşür bizim təşkilatlarımıza. İndidən əvvələn bərnamələri, plan proqramları olmalıdır. İkincisi, siyasi birliyi sağlamaya çalışmalıdırlar. Biz hala öz, necə deyirlər, əlimizdən gəldiyi qədər hala risani fəaliyyətimizin yanında, labiçilik fəaliyyətlərimizin yanında ki, onlar devam edirlər. Hala az çox bilginiz var, bir qismətini hala bilgiləndirmək olur, bir qismətini olmur. Biz mesela yaxın geçmişte Federal İran Cumhuriyeti'nin anayasasını değil de təşkilat programımızı o haqda sunduq ki, bizim açımızdan gələcək İran hala əgər təcziyə olmasa da, dağılmasa da o şəraitin biləcəyi bir şeydir. Amma əgər bir İrani qalacaqsa, bizim nəzərimizdə o bir federal olmalıdır. Eyalətlər və vilayətlər sistemi ki, sünnəti şəkildə İranda olmalı var idi, məmalik məhrusə şəklində idi və elə məşrutə zamanında da gənə Əncümən Azərbaycan və qanun Əncümənha iyaləti vilayəti də elə məmalik məhrusə sisteminin üzərinə inşa edildi. Bənzər sistem ki, İranın sünnəti sistemidir Səfəviyyədən bu yana və Rızaxandan bu tərəfə bu sistem pozuldu, dağıttılar bu sistemi. Yeniden onu modern şəkildə necə icra etmək lazımdır İranda? Əgər istəyirlər ki, İrani qalsın. O haqda biz sənəd rahbordumuz, stratejik sənədimizi ki, 90 səhifəlik bir kitab şəklindədir. Biz bunu yaydıq və digər təşkilatlarla və hətta digər qeyri-fars millətlərin təşkilatları ilə, baxın, indi bu dəqiqə biz 4-5 Azərbaycan təşkilatı bərabər blok şəklində fəaliyyət edirik. Hala yaxın işbirliyimiz var. Ərəb təşkilatı var, Bəluç təşkilatı var, Qəşqai təşkilatı var və bizim sıx bərabər görüşlərimiz və işbirliklərimiz və necə deyirlər, çalışırıq ki, qeyri-fars millətlərin fəaliyyətlərini də koordinə eləyək. Yəni Ərəblə, Qəşqai ilə, Bəluçla, hətta biz istərdik ki, Kürdlərdən də olsun. O Kürdü ki, vaqəən demokratik düşünür. Ziyadəxah deyil, artıq tamah deyil. İranda həqiqi mənada bir demokratik sistem. Amma 2 İsfənddə bir məktub yazıldı, bir bildiri verildi. Kürdlərin də orada imzası var idi. Hizb-i Paydar idi fikrim.
unuttum mən nə idi. Siz bu təşkilatda Demokrat Partiyası var idi. Başqa təşkilatlarda ki, bəklənmirdi. Məsələn, təşkilatı Əjdər Tağızadə cənabları Güney Azərbaycan Demokratik Türk Birliyi. Onların da imzası var idi. Hala bilmirəm, Əjdər bəy dedi, mən xəbərim yox idi. Biz yaxşı halda dəhil edim, mən bu imzanı atmazdım. Ola başqa bir məsələ. Sizin amma orada imzanız yox idi. O məsələni necə görürsünüz? Fikrim 9-10 partiyaya yaxın ya təşkilatı yaxın orada imzası var idi. Hətta Qurtuluş Partiyasının o kütlərlə, bilmirəm, ərəblərlə, zətlərlə bir işbirlik. Baxın, mən ümumiyyətlə o bəyaniyənin özəlində mən danışmayayım. Mən daha ümumi danışım. Niyə imzalamadınız? Orada daha ümumi danışım. Baxın, bizim bir millət olaraq nə kürdlərlə, nə farslarla problemimiz yoxdur. Onlar da İranın millətlərindən biridirlər. Farslarla bizim müşkülümüz budur ki, deyirlər yox. Elə bir dənə millət var, o da Farsdır, Farsidir falan. Biz də deyirik yox, İranda millətlər var. Siz də onlardan birisiniz. Gəlin bərabər müsahib şəraitdə oturaq, danışaq. Görək nə cür həll eləyəcək o sünnəti, o məmalik məhrusə sistemini, əncümənhay iyaləti vilayətinin modern sistemini nə cür bərabər piyadə eləyəcək? Ona deyirlər yox, elə bir dənə o da bizi, o da Farsdır, ayrı söhbət lazımdır falan, siz də əqəlliyyətsiz. Heç əqəlliyyətdə bir həq də qail deyil. İstəmə orada Hizb-i Paydar dedim və Hizb-i Pak. Pak, bəli. Parti Azadiyə Kurdistan. Bəli. Kürdlər də biləxərə gənə biz bir millət olaraq Kürdləri rəsmiyyətə tanıyırıq, həqlərini də rəsmiyyətə tanıyırıq. Amma hər millət öz vətənində olmalıdır. Yaxşı, necə ki Kürdistanda Kürdistanın müəyyən şəhərlərində böyük bir Azərbaycan türk nüfusu var, Bicarda, Qurvədə. Kürdlər əvvələn onların, əgər Urmiyədəki Kürdün haqqından danışırlarsa, öncəliklə baxın Kirmanşahda Sunqur var, Səhnə var. Mən özüm gedib oraları gəzmişəm. İttifaqın xidmətim o tərəflərdə idi. Sunqurla Səhnə kamilən türk şəhərdilər. Bicarla Qurvə böyük oranda türk şəhərdilər. Yaxşı. Əgər biz Urmiyədəki Kürd əqəlliyyətinin haqqını danışacaqsa, oradakı türklərin də haqqını ki, orada heç əqəlliyyət də deyirlər. Məsələn, Səhnə əqəlliyyət deyil, Səhnə kamilən %4 türk şəhəridir Kirmanşahda. Onlar da danışılmalıdır. Bəli, demokratik şəraitdə gələk deyək ki, bizim Urmiyədə neçə dərsək Kürdümüz var? 3%, 5%. Onun haqqı nə isə onu danışaq. Amma mütəqabilən Kürdistandakı türkün də haqqını danışaq. Amma yox bu ki, gələk deyək Kürdistanın, Azərbaycanın qərbinin hamısı bizim də burada Azərbaycanlar. Təbiətən bu olası bir şey deyil. Bu iş özləri də bilirlər olası bir şey deyil. Bəlli bir oyunların içərisində onlar da məcburən özlərini qapdırıblar gedirlər. Yaxşı. Sözüm budur. Biz Kürdlərlə millət olaraq problem yaşamırıq ki, hədd hudud məsələmiz var. Kürdlər öz hədd hududlarını bildikləri zaman biləxərə bizim Azərbaycanla Kürd əqəlliyyətin həqqi hüququ ilə də müşkülümüz yoxdur. Amma bura Azərbaycandır. Bunu bilmələri lazım. Urmiyə Azərbaycandır. Onu görək bilələr. Azərbaycanın içində digər əqəlliyyətlər də var. Kürd əqəlliyyəti də var. Bizim 100 illərdir, neçə illərdir yaşayırlar. Etiraz olan yoxdur. Qədirəm o məktuba. Yəni biz təməldə inisiyatif olaraq indi ərəblərlə, bəluçlarla ciddi bir diyalogumuz var. Amma farslar və kürdlərlə maalesef ciddi bir diyalog quramamışıq iddialarına görə. Amma əsasda teoride ona qarşı deyilik. Ola bilsin bir Fars, bir Kürd təşkilatı ilə də diyalogumuz olsun. Amma o Fars və Kürd təşkilatı ki bizlə necə deyirlər, mərzlərini, həddi hududunu və hüququnu riayət eləyən. Feylən məndən bu qədər. Dünənki münasibətlə bağlı bir daha millətimizi qutlayıram. Həqiqətən şovinist, faşist İran şəhri və şuubi cərəyanın oyununu belə deyək, kasasını öz başına çevirdi və böyük bir tarixi nailiyyət oldu. Bunun davamında təbii ki davamını gətirmək lazımdır. Onun üçün də nəzərimi dedim. Məndən bu qədər. Çox sağ olasınız. Mən təşəkkür bildirəm dəyərli məclislərə cənabları, Dirəniş Təşkilatının sözçüsü. Ancaq dünən böyük olay baş verdi. Bunu hamımız bilirik. Bunun gələcəyə, bunun hansı proqramlarımız olar, belə meydana hərəkətlərə gerçəkdən demək olar, İndi təşkilatların, o söz sahibdə olan dostlarımızın, ziyarlarımızın birlik zamanıdır məncə. Daha onlar özləri məndən yaxşı bilirlər ki, mən dəfələr səy eləmişəm bu birliği biz yaradaq. Bəlkə də inşallah bu elə dünənki mesaj, dünənki böyük aksiya
elə onun səbəbi olsun təşkilatlarımız bir-birinə yaxınlaşdılar və ancaq Orta Doğuda, məhəllədə, məntəqədə İranın öz içində böyük olaylar baş verir. Hər an bir olay baş verə bilər. Biz bu olaylardan dala qalmayağın demək olar səbəblərindən biri bu elə birlik yaratmaqdır. Mən məhz sizdən minnətdarlığımı bildirirəm. Oqtay professional cənablar da burada vardılar ki, Təbrizdən bizə qatılıblar. Ondan da təşəkkür edirəm. Son sözü mən Oqtay bəyə verəcəm. Oqtay bəy, məclis bəyin sözlərini eşitdiniz. Son sözünüz və ya dünənki Asiyanın, türklərin bu böyüklükdə yüz minlər insan demək olar ora toplandılar və bir mesaj verdiler. Ancaq İran rejiminə, İran şəhər təfəkkürünə, Kürdlərə bunların hamısını dəyərləndirmək bir qısa danışıqda və məclis bəyə görə. Buyurun. Çox sağ olun. Yaşayasınız. Əlbəttə burada mən görürəm internet kəsintisi vardı. Hala haizdə səslər kəsilir ya yox. Hər halda düşündüyüm qədər o üçün başladım və eşitdim. Bu işə baxın, biz bir dənə ortaq fikir ki, vardı, dostlarımızı birləşdirə bilər. Bir onu gəh tanımalıyıq. 2000-ci dünənin mövzusunda o da buydu ki, Bəli, problem yoxdur, səs var. Dünənin mövzusunda bir bu ki, biz tamamı çeşitli fikirler vardı. O evcikler vardı, dostlarımız vardı, gruplar vardı. Bir də ortaq fikir var. Hamısı tutar. Baxın, tənha biz iştifa eləməyəcək ki, filan cəm, qrup, örgüt, filan bəhman. Bax, bəzi insanlar vardı, fərdi halətdə və təsirgüzardılar tamam şəhərlərimizdə, tamam ki, Azərbaycan Milli Hərəkatının uğrunda və ya Türk məhvəriyyəti uğrunda hesab çalışırlar. Bunların heç birinin o nə deyirlər, hamısını düşünməliyik və hamısından o nə deyirlər, faydalanıb, istifadə edib və birlikdə gedə bilirik. Bu bir təşkilat, bir cəm, bir örgütün işi deyil. Bir burada o təfəkkür, o fikir tapmalıyıq. İkincisi bu ki, biz burada hala belə düşünürük. Biz özümüzü qurtulmalıyıq. Üçün özümüzü qurtula bilməsək, başqa millətlərə, başqa mövzulara fikirləşə bilməyəcək. Və bu ki, Kürdün mövzusunda şayət mən ifratı düşünürəm, ifratı baxıram, hala baxışlar fərqlidir. Biz Kürdünlə heç zaman bir ortaq mövzuya ya bir nə deyirlər, birlik mövzusunda heç zaman gəlməyəcək. Çünki onlar çünki onun torpağı yoxdur ki, məcburdur ki, sənin torpağından istifadə edir, sənin torpağını qəbz edir. Üçüncü, çeşitli dediyim fikirlər, baxın burada misalın fərz edin, İran türkülüğü düşünən vardı, Turan düşünən vardı, Bito Azərbaycan düşünən vardı, federal düşünən vardı, xodmuxtar düşünən vardı, İran içərisində o nə deyirlər, qanun əsasıya dayanaraq düşüncələr vardı. Bunların hamısından mənzurum budur ki, ortaq fikirlər hesab edir. Mənim sözüm bu qədər. Bəy, belə deyim ki, Cavad bəylə danışdılar. Mən söz gözəl nə deyim işarələrlə niyaz yoxdur ki, mən bəzi mövzulara işarə edeyim. Bəy, fəqət buyur ki, biz eləyə bilək. Bu birliyi səliqəyə baxmayaq. Biz hala dostlarımız var, bu qərara gəlmişik. İndi neçə vaxtlardır, neçə aylardır. Əksər dostlarımız da gəlirlər, müraciət edir ya biz müraciət edirik. Biz bir dənə ortaq zat tutmuşuq. Yəni bu ki, hamısını dəstəkləyirik. Hamısını doğrusu da bizə niyazı olduğu qədər biz onlarla səy eləyəcək olaq. Ancaq biz gözə görünən hansı təşkilat iş görür, hansı təşkilatın gücü var, eləyə bilir milləti razı saxlasın, biz ona tərəf gedəcəyik. Yəni sözünüzün o adı budur. Yox, bax bir var birini indi belə deyək, Güney Azərbaycan içəridə
o Burada əbzallar bir məsələ yaranır. Bax, burada bir məsələ yaranır. Birlikdən danışanda bir rəssanə olaraq, bir təşkilat olaraq maalesef bəzən bir şeylər görünür. İnsan istəmir dilə gətirsin. Acı məsələdir. Azam bizim siyasi məhbuslarımızdan zindanda vardılar. Sayın Azimi Qədimi cənabları, sayın digər dostlarımız vardır və Abdəsadi və bilirsiniz də. Bizim atların milli rəssanə qoyanlar vardılar. Atların rəssanə qoyublar. Ancaq bütçə de alırlar oradan buradan. Nüşücanlar olsun. Heç problem değil. Rəssanənin bütçəsi ehtiyacdır. Sponsora ehtiyacdır. Versinlər. Gəlib burada xətt ayırıblar bəy. De ancaq bir zindaniyə, bir siyasi məhbus ki, Cumhur İslamının bir zindanındadır. Ona nə xətt ayırmaq? Burada necə birlikdən danışmaq olar? Yəni bu məsələ böyük bir problem yaradır. Mən sabah buna necə etimat edeyim? Sabah necə düşün bunun dalına, bu təfəkkürün dalına? Gözəl. Bəli. Və elə bizim də mövzumuz odur. Bax, bir iddə ala biz ad çəkmirik. Hamısını sevirik. Həqiqətən ürəkdən deyirəm. Dedik, fikirlər fərqlidir. Baxışlar fərqlidir. 10 nəfərsi olsam 10 fikir, deyidgah var, fikir var, baxış var. Hala bir iddəsi. Fikirdən söz yoxdur. Fikir sən dediğin kimi. Fikir... Buyurun. Mənim, bax, bir mövzum budur ki, elə həmən siz deyək. Bir iddə belə düşünürlər ki, inhisarı düşünüb və sabah o inhisarını gətirəcək qabağa həmən şəraitədir. Bax, bizim bəzi dostlarımız, hala mən burada istəmirəm at çəkəm və sizə hətmən elə bəyə də yollayacağım. Bax, bizim bəzi burada bir para məsailləri olubdur. Hətta yaxın dostlarımız risanə eləməyiblər. Burada tutulanımız olub risanə eləməyiblər. Burada bir para məsaillər olur. Dostlarımız ona bizə gahən sizdən qıraq bizə kəmlütürlüklər olur. Biz də deyəndə baxın, biz azad işlədiyimizdə, fəaliyyət elədiyimizdə tamam örgütlər əksəriyyətdə tanı edirlər. Bəycil hamısı biləxərə uzun müddətdə indi 53 yaşım olduğunda təqribən 31 il hududunda bu hərəkətdə olduğumuzda çox dostlar fikirli, fərqli fikirlər və hər cürə dostlarımız vardı. Bir iddəsi gəlin təşkilat olduğumuzda ya fərz elə evcih olduğumuzda, quruh olduğumuzda qürbətə salmıyor. Bu bir məsələ. İkinci məsələ budur ki, baxın, biri az işlər, biri çox. Birinin səsi gür gələr, birinin səsi o nə deyələ çıxmaz. Amma bunları da sevməliyik. Bir də o istəmirəm mövzu geçə, o fərqli, baxışlı, ixtilaflı bir fikirlərə, təzadlı bir fikirlərə. İstəmirəm bu səmt suya